السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Başta İmam-ı Zaman ağalına olan her birinizə bu əza gününü, bu bəla gününü, Əhl-i Beytün ağlar gününü təsliyyət diləyirəm. Allah bizi Hüseynin nurundan ayrı salmasın inşallah. Yine fikrim dolanır kərb-u bəla çöllərini. Görürəm teşnə solan Fatimənin güllərini. Görürəm qüssə və qəmlə beli sınmış şahı. Yenə də səyi budur, razı sala Allahı. Neçə yol meydana yollandı ki, hüccət olsun. Bəlkə bir kimsə bu ləşkərdən hidayət olsun. Neçə yüz təbl-o şeypur səsi vermirdi aman. İmamın sözləri süssün ürəyə nur-i iman. Gah meydana gəlir, gah qayıdır xeymələrə. Qayıdış ruh gətirir xeymədəki körpələrə. Kəbə mislində imamın dolanırlar başına. Gündən şərməndə idi körpələrin göz yaşı. İmam-ı Sadiq əleyhisselam buyurur ki, İnne yevmel Hüseyin a'zamu musibeten min cemi'i sairil eyyam. Hüseyin'in musibet günü dünyanın bütün musibetlerinden ağır idi. Ziyaret-i Haşıra'da okuyuruq. Musibeten ma a'zamaha. Necə də əzəmətli böyük bir musibətdir. Və azəmə raziyyətə fil İslam fi cəmi'i səmavati vəl-ərd. Bütün yerdə, göylərdə necə də böyük bir musibətdir Hüseynin musibəti. İmam, yəni Allahın yer üzərindəki xəlifəsi, Qur'an-ı Kərimin ən kamil təşbih və təfsiridir. Yəni Qur'anın kamil şəkildə bir insan formasında nazil olmasıdır imam. Bir dəstə insan gəldilər Peyğəmbər Əkrəmin zamanında Peyğəmbərin yanına. Dedilər ki, ya Resulallah, biz iman gətirmişik Allah'a. Allah bir ayə nazil elədi. Buyurdu ki, Qalətil ə'rabu amənna. Ərəblər dedilər ki, biz də iman gətirmişik Allah'a. Allah buyurur ki, ya Peyğəmbər de, qul, ləm tu'minu vəlakin qulu əsləmnə və ləmmə yədxulul imanu fi qulubikum. Ya Peyğəmbər, onlar ki, sənin yanına gəliblər, deyirlər, biz iman gətirmişik, onlara söylə ki, belə deməyin, deyin, biz sadəcə İslam gətirmişik, müsəlman olmuşuq. Hələ ki, iman sizin qəlbinizə olmayıb. Qur'anın bir xüsusiyyəti var idi ki, insanın iç üzün açıqdır. Peyğəmbərin zamanında qoymurdu Peyğəmbərin qəlbi narahat olsun. İnsanları tanıttırırdı Peyğəmbərə ki, ya Peyğəmbər, bunlar yalan danışırlar, bunlar iman gətirməyiblər Allah'a. Bunlar yalancıdırlar. İmam Hüseyin ağa ilə Qur'anın oxşar xüsusiyyətləri var. Əlbəttə, bütün həyatı imamın elə Qur'anın özüdür. Amma bizim anladığımız bəzi yerlər var ki, o məxsus deyirik ki, Qur'anın bənzəridir. İmamın hər yaşadığı saniyə və gün və saat, hər biri Qur'anın nöqtə, ayə, kəlmələridir. Fərq eləmir bunlar. Bədbəxt o insanlardır ki, imamın həyatını oxuya bilmədilər vaxtında. Qur'andan uzaq düşdülər, zərər elədilər.
bütün pislikləri özündə cəm eləmiş bir qövm, heyvani xüsusiyyətləri özündə cəm eləmiş bir qövm gəldi, dedi, biz də müsəlmanlıq Kərbəlada. Peyğəmbərin vaxtında ayə ki nazil olmuşdu, elə bunlara da şamil idi o. Bunlara da şamil idi. Bunlar iman bilmirdilər nədir. Sadəcə deyirdilər ki, biz də müsəlmanıq. Qur'an-ı Kerim başqa bir yerdə buyurur ki, Zalikəl kitab, Bismillahirrahmanirrahim, Zalikəl kitabu la raybə fi. Bu elə bir kitabdır ki, onda heç bir şübhə yoxdur. Hudən lil muttaqin. Hidayət eləyəndir, amma bir şərti var. Kimləri hidayətə gətirər Quran? Müttəqin, təqva sahiblərin. Müttəqin, təqvalılar qeydin vurandan sonra deyir, Əl-ləzīnə yu'minunə bil-qayb və yuqimunəs-salət. Ondan sonra deyir ki, onlar namaz da qılarlar, onlar qeybə də iman gətirərlər. Amma demir, Hudən lil-ləzīnə yuqimunəs-salət. Demir, Qur'an namaz qılanları hidayət eləyər. Qur'an deyir, təqvalıları ibadət eləyər. Xoş o insanın halına ki, namazı bu təqva libası ilə olan. Yəni, təqvasız olan namaz və ibadət və düşüncə və təfəkkür insanı gətirər o namazla bir gün imamının qarşısında saxlayar. Təqvasız namaz, təqvasız iman, təqvasız elm insanı gətirər bir gün imamının qarşısında saxlayar, imamı ilə döyüşü səbab bilər, cənnətin anahtarı bilər. Onun üçün Allah deyir ki, Hudən lil muttəqin. Kaş Hüseynin əzadarı təqvasın irəli gətirər, təqvasın gücləndirə ki, şeytan onu yolundan azdırmaya. Burada da Allah bunun ardınca gələn ayələrdə buyurur ki, və minən-nasi mən yəqulu amennə billah. İnsanlardan bəziləri hep söylərlər ki, biz də Allaha iman gətirmişik və bil yevmil axiri, ahirətə də iman gətirmişik və ma hum bi müminin. Amma onlar mümin deyirlər. Demək, şərt nədir həyatınızda? Təqvadır həyatımızdakı şərt. Hüseynin rəngi təqvanın rəngidir. Hüseynin eşqi təqvanın özüdür. Hüseynin eşqinə insanı aparan ağıldır. Eşq deyil Hüseynin tərəfdarının hakimi, ağıldır, ağıl. Təqva və ağıl hakim olmayan ibadət insanı xilas eləyə bilməz. Kur'an buyurur ki وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ. Biz bu Kur'an'ı nazil elədik, müminler için yalnız şifa ve rəhmətdir. وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Ama zalimlerin xüsranın, xəsarətlərin biraz da artırar, məhv eləyər Kur'an. Kur'an anahtardır. Hüseyin de Kur'an kimi anahtardır. Kimi üçün cənnətin anahtarı olur, kilidi olur. Kimi üçün cəhənnəmin kilidi olur. Kur'an hər kəsi cənnətə aparmır. Hudən lil muttəqin ki Kur'andır. Hüseyin də hudən lil muttəqindir. Təqvalıların hidayətçisidir. Əgər təqva olmasa, Hüseyin əleyhissalam çox istəyər hər kəsi aparsın cənnətə, amma apara bilməz. Apara bilməz. Peyğəmbər buyurur ki, Ən-nucumu əmanun li əhlil ərd. Ulduzlar, yıldızlar yer əhli üçün amandır. Səhralarda hər kim yolun qaybedərsə, ulduzlarla bulardı qədimdə, yolun onunla bulardı. Minəl qərəq və əhl-i beyti əmanun li ümməti minəl ixtilaf. Mənim əhl-i beytim də insanlar ümmət arasında ixtilafdan xilas olması üçündür ümmetimin.
فَإِذَا خَالَفَتْهَا قَبِيلَةٌ مِنَ الْعَرَبِ Əgər ərəb qəbilələrindən bir qəbilə ona qarşı çıxarsa, müxalifət eləyərsə, اِخْتَلَفُوا فَسَارُوا حِزْبَ iblis. Buyurur ki, o ümmət dönərlər iblisə tərəf, iblisin qoşuluna qoşulmuş olarlar. Demək, bir nöqtə var burada. Nəfsin təqdim elədiyi İslamla Allahın təqdim elədiyi iman və İslam çox fərqlidir. İnsanın ilk vəzifəsi bunu tanımaqdır. İmanın həqiqəti nədir? Hüseynə aşiq olanlar, Hüseyndən ayrı düşməyənləri bu məktəbdə saxlayan amil səbəb nədir? Nəfsümün təqdim elədiyi iman və İslam məni aldatmasın. Vay o gündən ki, Qur'andan ayrı düşərsə bir insan bədbəxt olar. İmam Rıza aleyhissalatu vesselamı ki, gətirdilər qərib ağanı Xorasana, gəldi Kaşandan keçəndə alimlər yığıldılar, hepsi gəldilər, dedilər imamımız gəlir, imamımız gəlir. Toplaşdılar imamın yanına, imamın məzlum sürgünə aparırlar, imamı əsarətə aparırlar, toplaşıb xilas eləmədilər imamın. Dedilər ki, ağacan, bizə bir dənə hədis deginən, bizi xilas eləsin hədis. İmam Rıza aleyhisselam bir hədis buyurdu, gedib çıxır Allahın özünə hədisin kökü. Allah buyurur ki, qalə kəlimətu la ilahə illallah hisni. La ilahe illallah kəlməsi, Allah'tan başqa Allah yoxdur kəlməsi mənim qalamdır. Fəmən dəxələ hisni əminə min əzabi. Hər kim o qalaya girərsə, daxil olarsa mənim əzabımdan amandadır. Qələmlərin qoydular ciblərinə, başladılar ayrılmağa imamlar. İmam biraz uzaqlaşandan sonra başını çıxartdı kəcavədən. Dedi və ənə min şurutiha. Məni də unutmayın ha. Mən o qalanın şərtlərindən biriyəm. Bunun şərtləri var. La ilahə illallah öz-özlüyündə insanı cənnətə apara bilməz. Bunun şərti imamətdir. Məni də unutmayın ha. Neynədir düşmən? Gəldi onu unutturdu. Dedi ki bunsuz gedək cənnətə. Bədbəxt elədilər özün. Ona görə nəfs ki bunlara qalib gəldi, elə bunlar elə bilirdi ki din yazmaqdır, pozmaqdır, imamın sözün yazmaqdır. Allah göstərməyə bir gün məhşərdə çıxaq səhnəyə ki biz də elə imamın sözün ona görə demişik ki biz də məhşur olaq, bizə də hörmət eləsinlər, sayğı göstərsinlər. İmam Səccad ağa dua eləyərdi, ilahi, deyirdi ilahi sənə sığınıram bu haldan ki məni sənə görə sevərlər, amma sən məni sevməyəsən. Amma sən məni sevməyəsən. Bəla budur. Belə olduğu zaman insan bəsirət və həqiqətlərə agah olmadığı zaman imam məzlum qalır, imam tənha qalır. İmam Səccad ağa dua eləyir. Ləytə ummi ləm təlidni. Ey kaş anam məni dünyaya gətirməyəydi. Vay, günah insanı nə hala salır bu dünyada. Günah insanı necə bədbəxt eləyir bu dünyada. İmam Sadiq ağaya dedilər ki, günahı izah eləsin olsun, qəlbi izah eləsin. Ağa buyurdu ki, qəlbimiz bir bəyaz vərəqə kağıda bənzər, ağ kağıza bənzər. İnsan hər günah eləyəndə ona bir qara nöqtə düşər. Vay o gündən ki günahlarımız o qədər ola, o beyaz qəlb qarala, siyah ola, artıq heç nəyə orada yer olmaya. Günah olan qəlbdə İmam Hüseyin olmaz.
İmam Hüseynin əzadarı bilməlidir ki, bu məclis məni digərlərindən ayırmalıdır. Allah Qur'an-ı Kərimdə buyurur ki, biz bir sinədə 2 dənə qəlb qərar verməmişik. Hər sinədə bir qəlb var. Onun harcaması sənin əlindədir. Ya Hüseynə harcayacaqsan, ya da şeytana harcayacaqsan. İkisi bir yerdə olmur. Haqla batıl bir yerdə olmur. Həzrəti Əli sağ idi hələ. Hələ sağ idi. Bir gün xanım Zeynəblə danışırdı. Dedi, Zeynəbcan qızım, sanki səni və əyalından olan qızları bu səhrada əsir görürəm. Əzillətu xaşiin, zayıf və boynu əyilmiş halda sözü görürəm Zeynəb qızım. Təxafuna ən yətəxəttəfəkumun nas. Sanki qorxursunuz ki, insanlar sizi qapıb götürərlər, sizi belə görürəm. Zeynəb, belə bir hal gələndə səbr elə qızım, səbr elə. Vay olsun o ümmətə ki, əhl-i beytə zülm olun, o da susa baxa. Səbr elə qızım, səbr elə. Aşura günü iblis qanad açıb uçurdu, sevinirdi. Fəyəculul ərdə kulləhə bişəyatinihi. Şeytanlarıyla bütün yeryüzün gəzirdi. Bu hədis mənə o qədər ağır təsir elədi ki, bugünkü Hüseynin məktəbinə daş atırlar, elə onlar bulardı, onların sülbü bu sülbdəndir. Deyir, öz şeytanları ilə iblis gəzirdi yer üzərində. Qad ədrəkna min zürriyyəti Adəmə təlibə. İblis dedi ki, bu günləri Adəm övladından tələb etdiyimizi aldıq. Aldıq. İstədiyimiz hədəfə yetişdik. Və bələğna fi həlakihimul gâyə. Onların həlakında son nöqtəyə varmışıq daha. İblis deyir, bunu deyəcək. Və əvrəsnahumun nar. İnsanlar cəhənnəmin varisi olurlar bundan. Hüseynə xəncər qaldırmaq, cəhənnəmin varisi olmaq deməkdir. İlla mən i'təsəmə bihadihil isabə. Fəqət bu insanlar ki, ona, bu topluluğu əhl-i beytə sığınarlar, bunlar almandadılar. Fəcəalu şuğləkum bitəşkikin nasi fihim. İblis deyir, şeytanlara dedi ki, insanları onlar haqqında, əhl-i beyt haqqında düşürməklə məşğul olun bundan sonra. Bundan sonra sizin vəzifəniz budur ki, insanları əhl-i beyt haqqında şübhəyə salasınız. Bugün bunların balaları da Hüseynə daş atanlar. Aşura axşamı İmam Hüseyn ağa xütbə eləyir. Mən çalışacağım qısa kəsim ki, çox vaxtınızı almayım. Buyurur ki, xeymədə toplumu yığdı ətrafına, dostların, o sadiq dostların yığdı ətrafına. Buyurdu ki, fəcəzakumullahu cəmiyyən xeyrən. Allah sizi xeyr cəza ilə cəzalandırsın. Yəni sizə mükafat versin. Və təfərrəqu fi səvadikum və mədainikum. Öz şəhərlərinizə, bölgələrinizə gedin daha. Gedə bilərsiniz. فَإِنَّ الْقَوْمَ إِنَّمَا يَتْلُبُونَنِي. Bu qovm yalnız məni istəyir. Bunların dərdi mənəm. Bunların qəlbində o qədər Peyğəmbərə kim var idi, küdurət var idi, xəbasət var idi, illərdir bunu gözləyirlər. Siz gedin, bunların dərdi məndəndir. وَلَوْ أَصَابُونِي لَذَهَلُوا أَنْ تَلَبِ غَيْرِ. Məni tutsalar daha sizlə işləri yoxdur, siz gedin. İnni qədən uqtəlu və kullukum tuqtəlunə məy. Mən yarın şəhid olacağım. Sizin də hepiniz məndən şəhid olacaqsınız. Yarın son gündür. Və la yəbqa minkum əhədun həttəl qalsın. Sizdən heç biri sağ qalmayacaq yarın.
Hətta Qasimi də şəhid eləyəcəklər, 13-14 yaşlı çocuğu da şəhid eləyəcəklər. Və Abdullahi Radi və Südəmər Əli-Əsğəri də yarın şəhid eləyəcəklər. Gedir, qalmayın. Ne güzel ağadır. Allah seni onun kapısına gönderip değil gedip tanısı kırasın. İnne hâzihi dünya kad tegayyere. Sanki dünya dönür. Ben o Hüseyin'le Peygamber Sinem'i öpürdüm. Ben o Hüseyin'le camiye girende Peygamber ayağa kalkırdı böyle. Sanki dünya dönür. Ne olur size? وَتَمَكَّرَتْ وَأَدْبَرَ مَعْرُوفَهَا. Tanınmaz bir hava gelip dünya. İyilikleri yüz çevirip gidip dünyanın. أَلَا تَرَوْنَ أَنَّ الْحَقَّ لَا يُعْمَلْ بِهِ. Görmürsünüz hakka emel olunmur. وَأَنَّ الْبَاطِلَ لَا يُتَنَاهَا عَنْ. Görmürsünüz batilden kimse çekindirmir. Ne olup size? Bugüne olan hutbədir ha, bugün için olan hutbədir. Hüseyin'in aşığı. Hüseyin deyirsən, Hüseyin ne için şehit oldu deyir, görmürsən, batile yok değilmir. Görmürsən zalime əhsən deyilir. Ne oldu? Günah insanı kör eləyir, insan bunu görebilmir. Buyurur ki, çox keçirəm, hamısını oxumuram, bəzilərini oxuyuram. فَاِنِّي لَا أَرَى الْمَوْتَ إِلَّا سَعَادَ. Mən ölümü saadətdən başqa bir şey görmürəm bu halda. وَلَا الْحَيَاةَ مَعَ الظَّالِمِينَ إِلَّا بَرَمًا. Zalimlerle olan yaşamı ise kölelikten başka bir şey bilmirəm mən. İnsan hürr gelip dünyaya köle kimi yaşayabilmez. Ben istemiyorum siz köle olasınız. Buyurur ki innem nas abidud dünya. Sen deme insanlar dünyanın kuludular. Ve dinul laygun ala alsinetihim. Din sadece bunların dilinde dolaşan bir sözdür. O şirin olan bir şeyi ki teyniyirsen, şirinisi gitti atırsan, sanki bu insanlar için din belədir. يَحُوتُونَهُمَا دَرَّتْ مَعَايِشُهُمْ. Geçimleri yolunda gittiği sürece dini koruyarlar ve ona sahip çıkar görünürler. فَاِذَا مُحِسُوا بِالْبَلَا قَلَّتْ دَيَّانُونَ. Elə ki bəla gəldi, dindarlar azalırlar, səhnə küçülür. Baxırsan, yoxdur heç kim ortada. Aşura günü xütbəsin başlayır. Bugün, son gün. Əvvəlfəz gedib, Əli-Əsğər gedib, Əli-Əkbər gedib. Yar Ənsar gedib, Zeynəb tənha qalıb. Anacan biz koymuruq namusumuz bu əmniyyətdə çöləcək. Necə tək qalıb? أراكم قد اجتمعتم على أمر قد سخط الله فيه عليكم. Görürəm bir dənə ağır içdim, cəm olmuşsunuz. Allah size ağır tutacaq ha bunu. Allah sizi bağışlamaz ha. فَبِئْسَ الْعَبْدُ أَنْتُمْ. Siz ne kötü bir kul olmuşsunuz. Ne olup size? Əqrərtum bi-ta'a. Siz iqrar eləyirdiniz ki, biz sənə tabi imam gəl. ثُمَّ إِنَّكُمْ زَحَفْتُمْ إِلَى ذُرِّيَّتِهِ وَإِتْرَتِهِ. Sonra ise peygamberin ailesine yürüyüş yapırsınız. Zeynep o Zeynep'ti ki Ali omzuna yakalandı. Turidule katlahum. İstiyorsunuz bunları öldüresiniz. İttebu
İttekullaha rabbekum. Tekvalı olun, Allah'tan korkun. Bu ne deliyorsunuz? Ve la tektuluni. Beni şehit elemeyin. En üzerine yeter ki. فَاِنَّهُ لَا يَحِلُّ لَكُمْ قَتْلِي. Benim katlim size halal değil ha. Peygamber size emanet edeyim ben. Ve la intihak hürmeti. Benim hürmetimi söndürmek size halal değil ha. Hakikaten ne hürmet. Parmağımı kestiler ha. Bunlar hürmet vermiyor ki. Hep muhabbeti çaldılar. Ama gömleğime de göz saldılar. Bunlar hürmet vermiyor ki. Ama günah eleyen kalbimde peygambere hürmet kaldı. Sen ibni binti nebiyyikum. Ben sizin peygamberinizin kızının balasıyım ha. Ama peygamberin kızının kapsın yani. Bunlar peygamberin kızını bilmiyor ki böyle. Feceddeti Hadicetu zevce nebiyyikum. Zevcetu nebiyyikum. Benim nenem peygamberin hanımıdır ya. Ziyaret-i nahiye duası var. Çok garibe bir dua. İmam Hüseyin Ağa'nı bir başka tür çağırır orada. Buyurur ki tenhaşu havzi'abul adiyah. Salam olsun kurtların parçaladığı bedene. Ve tehtelifu ileyha sibâ'ud dâriya. Salam olsun yırtıcı hayvanların etrafında toplaştığı şehide. Esselamu ala sifahi zâbilat. Selam olsun solmuş dudaklar. Esselamu ala nüfuzil multelema. Selam olsun musibete uğramış canlar. Esselamu alel ensâbil âriyat. Selam olsun üryan kalan bedenler. Peygamber balasının elbisesine göz dikti. Kızmar güneşin altında peygamber balasının elbisesine göz dikti. Harabe kalasam dünya, viran olasam dünya. İmam Hüseyin Ağa der, altında bir eski gömlek giyinmişti ki hayasın korusun. Bu hayasızlar peygamber balasının elbisesine göz dikti. Esselamu alel a'lâil mugatta'at. Selam olsun parçalanmış üzümlere, parça parça olunmuş üzümlere. Esselamu alel ruusil muşâlâ. Selam olsun bedenden ayrı düşen başlar. Esselamu alel nisvetil barizat. Selam olsun esir edilip ortaya çıkarılan kadınlar. İmam Hüseyin Ağa'nın kızı Hanım Rügeyyeli getirdiler ortaya. Bir melun çıktı dedi, onu satırsınız, ne kadar para verirsiniz. Sence? Çok bağışlar bizim oğlan. Allah kıyamette sorsalar diye Rabbi göz yaşımı sormuş demişler.